A glass of milk, bir stəkan süd. A glass stəkan. There once was a poor boy who spent his days going door to door selling newspapers to pay for school. Deməli, there once was a poor boy. Bir zamanlar kasıb bir oğlan vardı. Poor kasıb. Who spent his day, kim ki gününü keçirirdi. Going door to door selling newspapers. Qapı qapı gəzib, qəzet sataraq. To pay for school, məktəbin ödənişini ödəmək üçün qapı qapı gəzib, qəzet sataraq keçirən bir oğlan var idi günlərini. A poor boy, kasıb oğlan, spend keçirmək, door to door, qapı qapı, sell newspaper, qəzet satmaq, newspaper qəzet, pay for ödəmək, schoolda məktəb. One day, bir gün, as he was walking his road, o öz yolu ilə gedərkən, road, marşrut, yol, was walking, yerimək, keçmiş davam etdi zamandadır. He started feeling low. O özünü pis hiss etməyə başladı. Start, başlamaq, feel, hiss etmək, low, aşağı deməkdir. Yəni burada təzyiqi düşmək mənasında da ola bilər. And weak və zəif hiss etməyə başladı. The poor boy was starving. Yazıq da deyə bilərik. Yazıq oğlan was starving, acmışdı, ac idi. So he decided, so belə ki o qərara gəldi, decide qərara gəlmək, to ask for food, yemək xahiş etsin, ask for xahiş etmək, when he came to the next door, növbəti qapıdan, yəni növbəti qapıdan yemək istəmək, xahiş etmək qərarına gəldi. The poor boy, yazıq oğlan, asked for food, yemək xahiş etdi, but was denied every time. Amma həmişə rədd edildi. Deny, inkar etmək, rədd etmək. Every time, həmişə. Until he reached the door of a girl. Deməli, bir qızın qapısına çatana qədər. Until qədər. Until he reached, çatana qədər. Reach, çatmaq. The door of a girl, qızın qapısına. He asked for a glass of water. O, asked for, xahiş etdi. A glass of water, bir fincan su. But seeing his poor state. Seeing, görüb, his, onun, poor, yəni pis state halını. The girl came back. Qız geri qayıtdı. Came back, come gəlməkdir. Come back, geri gəlməkdir. Burada keçmiş zamanda olduğu üçün A-la yazılıbdır. Came back. Keçmiş zamanda kökündən dəyişir come sözü. With a glass of milk. Bir fincan süd ilə geri gəldi. The boy asked. Oğlan soruşdu. How much he owed. O, borcu olmaq deməkdir. How much, nə qədər he owed, onun borcu oldu her, ona, for the milk, süd üçün. But, amma, she refused. O, refuse, rədd etdi. Payment, ödənişi. Years later, illər, later, sonra, the girl, qız, who was now a grown woman, kim ki, indi a grown woman, böyümüş bir qadındır. Grown woman, böyümüş bir qadın. Feel sick, xəstə hiss edirdi. She went, o getdi. Go'nun keçmişidir. Keçmiş zamanda feillər ya kökdən dəyişir, ya ed qəbul edir. Go feili kökündən dəyişib, went olub. From doctor to doctor. Həkimdən həkimə went, yəni gəzirdi. But, amma, no one, heç kim was able to cure her. Onu sağalda bilmirdi. Was able to, bacarmaq, bilmək deməkdir keçmiş zamanda. Cure da sağalmaq, her onu. Was able to cure her, onu sağalda bilmirdi. Finally, nəhayət, she went to the best doctor in town. O went, getdi, to the best doctor, ən yaxşı həkimlə, in town, şəhəri. The doctor spent months treating her until she was finally cured. Həkim spent months,
ayları keçirdi. Treating her, treat müalicə etmək, treating her, onu müalicə edərək. Until she was finally, until kimi qədər deməkdir. Finally, nəhayət, cured, sağalmaq. Nəhayət sağalana qədər. Despite her happiness, onun xoşbəxtliyinə despite rəğmən, she was afraid. O qorxdu. She couldn't afford. O afford to pay the bill. Pay ödəmək. Bill yəni hesab, çek. He couldn't afford to pay the bill. O deməli ödəməni çeki deyək də, çeki ödəyə bilməyəcəkdi. But amma when the hospital handed her the bill, hospital, xəstəxana handed, yəni əlinə verəndə onun the bill çeki, it read, o oxudu. Paid in full. Pay ödəməkdir. Keçmiş zamanda kökündən dəyişib paid olur. Paid in full, full yəni tam olaraq paid ödənib. With a glass of milk. Bir fincan süd ilə. The moral, uşaqlar, yəni əhval-ruhiyyə artıran, mənəvi daha doğrusu, bax belə mənəvi deməkdir the moral. Belə. Deməli, bunu belə sual-cavab eləyəcəm mən sizə. A poor boy, siz deyirsiniz, yazıq oğlan və yaxud da kasıb oğlan, spend his days, deyirsiniz, günlərini keçirir. Going door to door, deyirsiniz, qapı-qapı gəzərək. Selling newspapers, qazet sataraq deyirsiniz. Pay for school, məktəb üçün ödəmə. Sonra, was walking his road, deyirsiniz, öz yolu ilə gedirdi. He started feeling, deyirsiniz, o hiss etməyə başladı. Starting feeling low, yəni pis hiss etməyə başladı. The poor boy was starving, deyirsiniz, kasıb oğlan ac idi. Decided to ask for, xahiş etmək qərarına gəldi. The next door, deyirsiniz, növbəti qapı. Was denied, deyirsiniz, rədd edildi. Every time, deyirsiniz, həmişə. Reach the door of a girl, bir qızın qapısına çatdı. A glass of water, deyirsiniz, bir fincan su. His poor state, deyirsiniz, onun pis halını. Girl came back, deyirsiniz, qız geri qayıtdı. How much he owed, nə qədər borcu var. Refuse payment, deyirsiniz, ödəməni rədd etdi. Refuse, deyirsiniz, rədd etmək. Years later, deyirsiniz, illər sonra. Grown woman, deyirsiniz, böyük qadın, yəni böyümüşdü qadın. From doctors to doctor, deyirsiniz, həkimdən həkimə. But no one cure, deyirsiniz, heç kim sağalda bilmir. Finally, deyirsiniz, nəhayət. The best doctor, ən yaxşı doktor. Spend months, aylarını keçirir. Treating, müalicə edərək. Despite her happiness, deyirsiniz, sağlamlığına rəğmən. Paid in full, deyirsiniz, tam ödənibdir. Full, deyirsiniz, tam. Paid, ödənib. Bu formada soruşacağım uşaqlar mən dərsləri sizdən.